üzlərindən tanınarlar. Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər, kaş ki Qaruna verilənin bənzəri bizə də veriləydi. Həqiqətən o böyük qismət sahibidir. Elm verilmiş kəslər isə dedilər, vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbr edənlər nail olarlar. Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər, demək Allah öz qullarından istədiyi kəs üçün ruzunu artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Demək kafirlər nicat tapmayacaqlarmış. Biz o axirət yurdunu yer üzündə təkəbbürlü etmək və fitnə fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir. Kim qiyamət günü yaxşı əməl gətirsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər. Qur'anı sənə nazil edib, vacib buyuran Allah, qaydacağın yerə səni mütləq qaytaracaqdır. De ki, Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq aydın azğınlıq içində olduğunu yaxşı bilir. Sən bu kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma. Allahın ayələri sənə nazil edildikdən sonra müğayət ol ki, onlar səni bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma. Allahla yanaşı başqa bir məbuda yalvarma. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun üzündən başqa hər şey məhv olacaqdır.